Çimərlik sezonunda bu vacib qaydalara mütləq əməl edin, əziz valideynlər. Ötən il 20-dən çox uşaq suda boğularaq həyatlarını itiriblər. Baxmayaraq ki, onların valideynləri də yaxınlıqda olub. Boğularkən uşaqlar qışqırmırlar və heç kəsi köməyə çağırmırlar. Bütün güclərini sadəcə nəfəs almağa yönləndirirlər. Ona görə də valideyn əgər az diqqətlidirsə, yaxınlıqda olsa belə bu vəziyyəti, bu təhlükəli vəziyyəti hiss etməyə bilər. Gec olmadan 3 vacib qaydanı dinləyin, əməl edin, paylaşın. Birinci, suda olarkən qətiyyən 1 saniyə belə uşağınızdan gözünüzü ayırıb telefona baxmayın. İkinci, 10 yaşına qədər uşaqları valideynin qolu uzunluğunda olan məsafədə çimizdirin. Ondan kənara keçməyə icazə verməyin. Və üçüncü, ən nəhayət, çimərliyə getmədən öncə uşağınıza izah edin ki, əgər suda olarkən qəfildən hiss etsən ki, nəsə səni aşağıya doğru çəkir, bu zaman qorxmadan, panikaya düşmədən arxası üstə çevril, qətiyyən su ilə mübarizə aparmağa çalışma, bel üstə uzanaraq, əllərini və ayaqlarını geniş açaraq, sadəcə əllərini hərəkət etdirməyə səy göstər. Bu, səni boğulduğunu hiss elətdirəcək və kənardan diqqət çəkəcək. Əziz valideynlər, bu məlumatları bəyənin, paylaşın, bilməyənlərə də ötürün. Gəlin, övladlarımızı birlikdə böyüdək.